Mən Əli Kərimli, 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Ascon Holdingdə, Azərbaycan Kommunikasiya və Nəqliyyat Holdingində tikinti layihələrinin idarəolunması departamentində texniki menecer olaraq işləyirəm. Yüksəlişim düşünürəm ki, ilk olaraq orta təhsil müddətimdən başlamışdı. Amma ilk uğurum düşünürəm ki, Respublika Fənn Olimpiadalarının qalibi olmağım və dünya olimpiadalarının getməsi ilə başladı. Belə ki, bu mənim vizyonumu dəyişdirdi və bundan sonra artıq mən daha çox xaricdə təhsil, gələcək karyeram və növbəti mərhələləri planlamağa başladım. Hər bir insanda özümdən böyük, ailə böyüyüm ola bilər və ya balaca, daha təcrübəli, daha təcrübəsiz insanların hər birindən düşünürəm ki, özümə uyğun olan və müsbət gördüyüm cəhətləri, fikirləri toplamağa çalışmışam. Mənə görə isə həyat devizim həmişə dəyişə biləcəyim hissələrə fokuslanmağımdır. Yəni ilk öncə özümdən başlamağım və özümdə olan problemli cəhətləri düzəltməyə çalışmaqdır. Düşünürəm ki, ən çox dəyişikliklərdən biri mənim fərdi fəaliyyətə başlamağım olmuşdu bir müddət. Bu Covid zamanında idi və müəyyən bir starta başlamışdıq yoldaşlarımızla. Hər şey öncə yaxşı gedirdi. Hətta bu dönəm mənim ilk övladımın dünyaya gəldiyi zaman idi, Covid dönəmi idi və bütün əlimdə olan qazanclarımı bu işə yatırmışdım. Lakin bu iş uğursuz olduğunda düşünürəm ki, bu mənim üçün çox böyük bir həyat dərsi olmuşdu. Yüksəlişin başladığı an düşünürəm ki, hər bir insanın öz üzərində işləməyə başladığı andır. Yüksəliş müsabiqəsinin özünün meyarları vardır. Bu meyarlar üzrə hər bir insan öz üzərində işləməyə başladığı andan etibarən onun yüksəlişi başlayır düşünürəm. Yüksəliş sizinlə davam edir.